Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən müstəqil .az-a verilən məlumata görə, yanvarın 18-dən 19-a keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-dan 2 dərəcə isti, gündüz 2-dən 4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 70%-dən 80%-ə qədər olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-dan 5 dərəcə şaxta, gündüz 1-dən 4 dərəcə isti, dağlarda gecə 5-dən 10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-dən 17-yə qədər dərəcə şaxta, gündüz 3-dən 7-yə qədər dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağ ətəyi rayonlarda yollar buz bağlayacaq.